Artilleridə görünməyən bir hadisə baş verdi həmin günü. Bizim ancaq maksimum 3-4 dəqiqə vaxtımız olduğu üçün məhv eləmək lazım idi. Maşın səsi gəlir, hazırlaşdıq. Fəxr edirəm ki, birincidə və ikinci müharibəmizdə vətənimizin azad olması iştirak elədi. ...1992-ci ildə hərbi əməliyyatlara qoşulmuşam. 1993-cü ilin noyabr ayında Aşağı Külmamutlu kəndinin sağ tərəfində bizim komanda müşahidə məntəqəsi var idi və həmin komanda müşahidə məntəqəsində biz elə ki, hansı ki taborun artilleriya təminatı vaxtı oranın tabor komandiri mənə çağırdı və dedi ki, orada bizim sol tərəfimizdə böyük bir mövqe var. Həmin mövqedə oranı məhv eləmək lazımdır, təcili. Oraya gələn köməyi, sonra isə həmin mövqeni məhv eləmək lazımdır və mən ondan vaxt istədim və həmin vaxtda bizdə virtual kəşfiyyat gedirdi, vizual kəşfiyyat gedirdi deyə. Ona görə biz məcbur olduq həmin o vizual kəşfiyyatı aparmağa. Müəyyənləşdirdi ki, həftənin ikinci günü həmin onlara kömək gəlir və kömək gələndə bütün maşınlar gəlir və həmin elə ki, maşını vurmaq üçün bizim ancaq maksimum 3-4 dəqiqə vaxtımız olduğu üçün bizi ilk növbədə artilleriya atışı, artilleriya sınaq atışı aparmağa məcbur oldu və artilleriya sınaq atışı apararaq həmən yeri vurub, həmin topu ki, hansı ki topla vuruldu, həmin yeri saxladı. Həftənin ikinci günü nə qədər həmin topu biz məcbur olub heç bir yerə tərpətmədən saxladıq. Saatın təxminən 10-11 arası, belə deyək də, 10-11 arası onlara kömək gələndə biz artıq maşının səsin, bildik ki, maşının səsi gəlir və hazırlaşdıq. Hazırlaşdıq və həmin bateriyada hansı ki, biz kimlə ki işləyəcəyik, həmin bateriyada komanda verdik. Demək olar ki, artilleriyada görünməyən bir hadisə baş verdi həmin günü. Yeriyən hədəfi bir mərmiyə biz həmin günü məhv elədik və həmin yeriyən hədəf bir mərmiyə demək olar ki, orada məhv olundu. İndi təxminən orada ən azı həmin maşında bir tağım erməni əskəri var idi və erməni əskəri orada tağım məhv ediləndən sonra biz yenidən artilleriya bateriyasını artıq mövqeyə cəlb elədik və mövqedə atışı davam elətdirdik. Sonra kəşfiyyat məlumatı bizə çatdırıldı ki, həmin mövqedə bir nəfər də olsa erməni əskəri sağ qalmayıb, hamısı məhv edilmişdi həmin vaxtı. 94-cü ilin aprel ayında Aşağı Abdurrahmanlı da hərbi əməliyyatlar başladıq və şükürlər olsun ki, həmin dövrdə həmin Aşağı Abdurrahmanlı kəndini biz işğaldan azad eləmişdik. Bundan sonra biz hələ burada da atəş mövqeyinin 94-cü ilin may ayının 14-də atəşkəs imzalandı. ...99-cu ildə tərxis olunandan sonra 2020-ci ildə yenidən hərbi əməliyyatlar başlayarkən yenə biz burada da atəş mövqeyi oldu. Sadəcə biz Alxanlı istiqamətindən qoşuldum. Noyabrın ikisində dedilər, böyük bir hərbi hissə var idi Xocavənd şəhərinin özündə. Həmin cəmləşmə rayonu var və həmin cəmləşmə rayonunu məhv eləmək lazım idi. İlk növbədə bizə verilmiş koordinatlara uyğun olaraq məsafəni, onun bucağı ölçənini çıxardıb, qıratları ötürdük, maşınları ötürdük, açı əmri gözlədik və birinci və ikinci dəfə 5-5, sonra isə 3 dənə mərmi ataraq həmin cəmləşmə rayonunu məhv elədik. Bizə xəbər verdilər ki, həmin cəmləşmə rayonu demək olar ki, məhv edildi və biz yavaş-yavaş noyabrın 8-i və 9-u da gecə 9-10-da keçən gecə həmin qələbə xəbərini eşitdik. Ən böyük arzumuz o idi ki, biz bu qələbəni qazanaq. Ali Baş Komandanımızın rəhbərliyi ilə biz buna nail olduq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Yaşım 47 olmağına baxmayaraq həmin vaxt sevincimizdən uşaq kimi hoppanıb düşürdük ki, ya biz buna müəssər oldu ki, yəni biz qalib gəldik. Və bizdə bu dövrün
fərqi ondaydı ki, bizdə o dövrdə yəni xəritə işləyirdik, sonra atəşin idarə olunması cihazı var idi. O cihazla işləyirdik deyə bu bizə həm vaxt itkisi əmələ gətirirdi, həm başqa şeylər, həm qeyri-dəylik çox olurdu. Bizə bu dəfə konkret proqramlar var idi deyə biz həmin proqramlarla işləyirdik və həmin proqramlar bizə dəqiqlik verirdi, həm də ki, daha çox bizə effekt, səmərə verirdi. Həm sursat sərfi çox az gedirdi, həm dəqiqlik daha çox olurdu. Artilleriyanın inkişaf mərhələsi, yəni ki, bu 20 ildə inkişaf mərhələsi heç gözləmirdim ki, biz gedəndə, təxsis olunanda yenə POA ilə gedib, atəşin idarə etmə cihazı idi, başqa xəritə ilə, başqa şeylər var idi əlimizdə. Biz qaydandan sonra gördüm, yox, təmiz başqa sistemdir, bir proqram, yəni inkişaf gedib, yəni bütün daha əvvəlki qayda ilə deyil. İndi şükürlər olsun ki, ordumuz 20 ildə də inkişaf edib, bundan sonra daha çox inkişaf edəcək və ordu quruculuğu gedəcək inşallah. Mən şəxsən fəxr edirəm ki, birincidə və ikinci müharibəmizdə vətənimizin işğaldan azad olmasını iştirak elədim və bununla özüm şəxsən qürur duyuram. İnşallah ki, gələcəkdə də bundan sonra bizim müharibəmiz olmaz və gələcəkdə uşaqlarımız bunu görməz bundan sonraki gəncliyimiz.